Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Bismillahirrahmanirrahim. Ben dünenki videomda paylaşımları gördüm ve bana özelden mesajlar yazanlar oldu. Kimisi öz şerefini bildirdi, kimisi nece bir insan olduğunu veya hansı seviyede olduğunu ve onların her birinin öz seviyesine göre öz cevaplarını da aldılar. Bildiğimiz gibi İslam'da bugün İslam alemi dünya üzerinde takriben 2 milyara kadar İslam dinine məxsus insanlar var. Hələ də inşallah bunlar çoxalır. Və bunlardan da ən çoğunu təşkil edən əhl-i sünnədir və bir qismi də əhl-i şiədir. Əhl-i sünnə və əhl-i şiə arasında insanların yaşamı və ölüm məsələsi var. Yenə də dünən özümü təqdim elədim. Türkiye məzunuyam, İlahiyat Fakültesi məzunuyam, amma əqidə etibarıyla öz şiəliyimi hər vaxt qorumuşam. Amma savadlı şiələrdənəm, savadlı şiəyəm və necə deyərlər, çoru-çoruna ibadət edənlərdən deyiləm. Mən dünən yenə dedim, yenə də təkrarlayıram, hər bir şəxs öz məsləyi ilə məşğul olmalıdır. Eğer fizikacı ise gidip fizika, dün dediğim şeylerin üstünde, traktör sürürse gidip traktörle meşgul olmalıdır, ibadetini eləyə Ancak dini mevzularda, qoy bunun o dini mevzuları elmi şekilde bilenler, objektif şekilde fikirlerini bildirsinler, subut eləsinlər, hem Kur'an'a göre, hem hadislere göre, hem de tefsirlere göre. Yani bunun artık insanlar bir şeyleri öğrenmeli ve bilmelidir. Çünkü teknolojiya ilerleyir. Ben bazen elə şeyler görürüm ki, Google'da hiç alakası yoktur İslam'dan, ancak onu İslam'a yamayırlar. Bu günümüzde çok kısa bir şekilde İslam'da cenaze merasimi ve defin merasimini ve aynı zamanda cenaze evindeki ev sahibinin neler edeceğini, neler etmeli olduğunu izah etmeye çalışacağım. İslam'da ister ehl-i sünnede, ehl-i şiədə Adem evladı var. Adem evladının doğuşu ve ölümü var. Yani Adem evladı doğulur ve ölür. Yaşadığı müddetçe doğulduktan sonra İslam ailesinde, Müslüman bir ailede doğulubsa, bəli, İslam inancına göre yaşar. Yaşamaya da bilər, o da onun öz problemidir. Buna biz qətiyyətlə İslamda zorlama yoktur. İkincisi, vefat eden Müslüman bir ailenin uşağı, Müslüman ise onun vefatı necə olar? Dünən dediyim kimi, nə əhl-i sünnədə, nə əhl-i şiədə cənazə namazı pulla, parayla qırılmaz. Bunun karşılığında eğer kim pula tələb edərsə, o günah işlemiş olur ve aldığı pul da haramdır. İkinci, vefat eden Müslüman dəfnində her bir Müslüman eğer onu eşidirsə vefat ettiğini, imkan daxilində orada iştirak etməlidir. İkincisi, zengin varlı bir cenaze merasimine katılıp orada iştirak edip ama yoksul, fağır fuqaranın cenaze merasimine katılmayanda bunlar da yine tekrarladığım kimi Peygamber tarafından lanetlenmiştir. Üçüncüsü, cenaze İslam'da en esas meseledir. Mefta vefat ettiğinden sonra, yani ölen şahs, vefatı cenazesi kabre koyulur, gelinir, dualar edilir. Bəli, bunun cenaze evinde yas merasimi neçə gün olmalıdır, bu gedir. Bəli, kimisi 3 deyir, kimi 7 deyir, belə xeyr. İslamda Peygamber sallallahu aleyhi ve sellemin en büyük gördüğü dəfn mərasimlərindən iki tanesini size örneğin misal vereyim. Birincisi Cafer öz əmisi oğlu Cafer bin Abi Talib'in cenaze merasimidir. Orada deyir ki, Müslümanlara, öz sahabelerine ki, cenaze evi
özü hal-hazırda məşğuldur. Çünki Cafer'in ailəsi orada bir müsibətlə üzləşib və o müsibəti yad edirlər, məşğuldurlar. Və sahabələrə deyir ki, yemək bişirin, o evə yemək götürün. Bəli, Azərbaycanda da mən uşaqdım, yadıma gəlir təqribən. Bəzi yerlərdə, çox yerdə cənazə evinə qonşular yemək bişirib götürərdi. Zamanla bu pula dönüşmüş, ona dönüşmüş, bunlar səhvdir. Peyğəmbərə əgər biz inanırsaq, namazımızı, dəstəmazımızı Peyğəmbərin inancına görə alırsaq, bu onun sünnəsidir, deyir, Peyğəmbər belə əmir verib, onun əhl-i beyti belə davam edib, biz bu cənazəyə də, necə deyirlər, uyum göstərməliyik. İkincisi də Peyğəmbər sallallahu aleyhi və səlləm öz əmisi, şühadələr şühadəsi Həzrəti Həmzə aleyhissalam üçün, bəli, özü şəxsən 3 gün ağlamış, 3 gün yas tutmuşdur. O da 3 gün. Bunun da sübutu müəyyən kitablarda var. En büyük sübutu da bunun her 100 ildə dünyaya gelen bir alimlerden biri olan Abdülbaki Gölpınarlı'nın şiirlik hakkında bir güzel kitabı var. Kerbela vakası orada güzel bir şekilde anlatılır. Şimdi cenaze mərasimində bu bazı yerlere ey sanat gedirlər. Xüsusən Azərbaycanda və ya Türkiyədə və ya İranda. Mən hamısında iştirak eləmişəm. Türkiyədə də Diyanət İşləri Başkanlığı bunu qətiyyətlə qadağan edir. Rəsmiyyətdə və hətta bəzi kitablarda bunun haram olduğunu yazır ki, deyir ki, cənazə evlərində yemək yeməyiniz. İmam Xomeyninin də risaləsində, yəni ilmi halında risaləsində orada da yazır ki, cənazə evində yemək yemək məkruhdur. İndi bəzi mollalar mənim bu videoma baxıb nələr fikirləşəcək, öz subyektiv fikirlərini deyəcəklər, başqa şeylər deyəcəklər. Ancaq İslam elmi elmdir. Bugün Şiənin mərkəzi olan, belə deyək, İranda mən özüm cənazə mərasimində də iştirak eləmişəm, görmüşəm. Onlarda süfrəyə bir xurma gəlir, bir halva gəlir sarılmış şəkildə, bir də bir stəkan çay və ya su. Allah rəhmət eləsin, Allah rəhmət eləsin. İçər, yiyər, çıxıb gedər. Çayını içər, yeməyini orada yox, sadəcə halvanı yer. Ancaq Azərbaycanda isə vay maşallah maşallah. Hələ bəzi yerlər var, kabab da verirlər. Mən o ailələrdə şey görmürəm. Orada oturan molla demir ki, bu haramdır. Və şəxsdir, bilmir, cahildir, savadsızdır, necə deyərlər, o onunla fəxr eləyəcək, onu uyarmaq lazımdır, başa salmaq lazımdır. Yəni bir ilahiyyatçı olaraq, dinşünas olaraq Azərbaycanda bugün bu bildiyimiz gibi en büyük təhlükələrdən biri Vəhabizmdir. Nəinki Azərbaycanda, bütün dünyada. Bunlar çox bir təhlükə təşkil edədilər üçün. Bunlar bu boşluqdan istifadə edib Azərbaycanda çoxalmağa başlayırlar. Bağışlayın. Və ən əsas məsələlərdən biri də yas evinin vəziyyətini başa düşmək lazımdır. Buradan məndən heç kim inciməsin. Mən həqiqətləri deyirəm. Subutlu bir şəkildə həm əhl-i sünnə inancına, həm əhl-i şiə inancına görə. Yəni bir insan oy. Həzrəti Adəm əleyhissalamın nəslindən gəlirik biz. Biz Peyğəmbər Muhammed sallallahu aleyhi və alihi və səlləmin hümməti. Biz əhli şiə deyirlər. Tərəfdarı kimin? Haqqın tərəfdarı ki, Həzrəti Əli əleyhissalam haqqın tərəfdarı idi. Mən də özümü həqiqi mənada bir o haqqın tərəfdarı hiss elədiyim üçün, bildiyim üçün o həqiqətləri deyirəm. Və bunu səhv başa düşməyin və ya səhv başa düşə bilərsiniz. Diqqətlə dinləyin. Birinin var, birinin yox. Bunu hər kəs bilir ki, xalqın vəziyyəti necədir. Yəni, cənazə mərasimləridir. Bəli, mən görmüşəm. Bəziləri pul atır,
Çox yerdə pul yazdırır. O pul yazdırıb da oraya getməyən insanlar var. İmkanı olmayan insanlar var. Yəni burada mənim sizin diqqətinizə çatdırmaq istədiyim cənazə mərasimində dəfn pulsuzdur. Hər hansı bir molla əgər o dəfn mərasimində molla ev sahibindən pul tələb edərsə və ya alarsa, aldığı pul da, verilən pul da haramdır. Qətiyyətlə haramdır. Amma mən burada 40 gün çadır quracam, o sizin və ya sənin öz şəxsi problemindir. Orada mollanı otuzdurursansa, onun da pulunu verməlisən. Amma molla da insaflı olmalıdır. Deməlidir ki, ay mənim gözəl Müslüman qardaşım, İslamda bu qədər yas mərasimi yoxdur. Adi bir misal verim. Risalədə yazır ki, əgər taziyə sahibinə, yəni ölü sahibinə o ölüyü xatırladıb, o ev sahibinin ölümünə səbəb olacaqsansa, onun o necə deyərlər, halını, əhvalını pisləşdirəcəksənsə, o evə heç baş sağlığına da getmə. Bax, belə bir şey var. Yəni, bugün Türkiyədə də mən görmüşəm, cənazə evlərinə qonşular yemək pişirib gətirir. İranda da bu belədir. O da bir ikinci günləri, bəlkə uzaqdan gələn qonaq olar, ac olar və üstündə pul olmaz, gedib bir marketdən bir şey almağa. İnşallah, hər halda mənim bu videomdan sonra mollalar da insafa gələr. O İslamdan bir xəbər olan savadsız insanlar da bundan bir faydalanar. Allah sizdən razı olsun. Bundan sonra bu videolarım devam eləyəcək. Ən gözəl bir şəkildə. Baxmaq istəyən baxar. Şərəfinə uyğun bir şəkildə altına yazı yazmaq istəyən yaza bilər. Amma yenə də təkrar edirəm. Allah-u Teala hər kəsi inşallah hidayətə erdirir. Allah-u Teala bugün bütün